Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Atibilər məhəlləsi deyilən ərazidə 2 sotun içində 3 otaqlı, yaşayışlı bir həyət evinin satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdıran ev qoşadaşdan inşa olunub, yaşayışlı bir evdir, fundamenti, kəmərləri atılıb. Demək, evin hər tərəfi suvaq vurulub, evin arxasına keçmək üçün, bax, buradan belə bir yer var, rahat da insan daxil ola bilər, həb böyrünə keçə bilər. Ev kürsülüdür, 8-9 daş kürsüdə inşa olunub. Demək, burası zizan hissəsidir, ev ərazisi, quru ərazidir, yəni nə işləyir mən ərazidir. Ev sahibi artıq əşyaları buraya yığıb, gördüyünüz kimi də, yəni boy verir, rahat altında gəzmək mümkündür. Həyətinə rahat 2-3 maşın daxil ola bilər. Bunu da nəzərdə çatdırım. 3 maşın rahat daxil ola bilər. Demək, burada kombi otağıdır, paltaryan maşıncadır, ev sahibi belə qoyub. Yayda belə mətbəx kimi nəsə belə şərait yaradıb burada. Kombidir, pitmunutkadır, hamıdan bu aşağı tərəfə yerləşdirib. Keçən indi evin içi ilə tanış olağın. Evin həyətyan sahəsini bir dənə ətraflı belə çəkirəm. Rahat 3 maşın daxil ola bilir. Ev məktəbə yaxın ərazidə yerləşir. Bu nəzərdə çatdırım, Atibilər məhəlləsində yerləşir. Məhəllənin içində də məktəb də var. Demək, buradan daxil oluruq evin içinə. Dəhlizi haradasa 1.50 olar. Yəni, ev təmir vəziyyətdə evdir, yaşayışlı bir evdir. İndi alan adam burada özünə dəyişikliklər zövqünə görədir. Hal-hazırda yaşayışlı evdir. Girən kimi burada haradasa 14 kvadratlıq bir mətbəxdir. Mətbəx mebelləri sağlam vəziyyətdədir. Bunu da nəzərinizə çatdırım ki, təmiri qaydasındadır. Demək, burada sol tərəfdə qonaq otağıdır. Qonaq otağı təxmini 4-ün 6-7 metr olar. Ən aşağısı 6 metr var. Hələ 6-dan da çoxdur. Gördüyünüz kimi, bura qonaq otağıdır. Təmirlər yenə burada qaydasındadır. Bir yataq otağı burada, geniş yataq otağıdır. Haradasa 16 kvadratı olar. Pəncərəsindən də tam rahat işıq düşür, gördüyünüz kimi. Buradan uşaq otağıdır, gördüyünüz kimi. Uşaq otaqda pəncərəsi tam havalıdır. Ev üzü gün çıxan tərəfə inşa olunub. Evin düz qabağını gün vurur. Bunu nəzərdə çatdırım. Bu dəhlizdə də sağ tərəfdə, burada sanoz hissəsi. Gördüyünüz kimi də təmiri qaydasında, aksesuarlar zat hamısı qaydasındadır. Səliqəli səhmanlı bir evdir. Yaşayışlı da evdir. Təmir qaydasında. Hörmətli izləyicilər, kimləsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmana köməklik göstərə bilərik. YouTube'da, TikTok'da, Instagram'da Seçal Əmlak, yəni seçin alın. Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədləri də bələdiyyədir ya da qeydiyyat olacaq. Bunu nəzərdə çatdırım. Qiymətdə 98.000 start qiymətdə. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi dedi, hörmətli izləyicilər. Yenə qeyd edirəm, 98 start qiymətdə. Real alıcı olsa endirim olmağına olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.